Videoma hoş geldiniz. Yine Kuna'dan karşılayayım. Neyse yemek size Kuna'dan salamlayıram. Niye? Çünkü evin en geçen köşesinden biri buradır ve bence videoda geçen görsen de çıktıran oraya düşmese. Şu hamımızın tanıdığı xaladenik her videomda var. Neyse tema paketim gelmişti ve bunu short kimi çekmiştim videosunu. Ama dedim vlogda da göstereyim çünkü hal-hazırda eləcə heç nəyim yoxdur. Deməli bir dənə telefon qabı almışıq, bu mamaya almışıq. Görürsünüz. Özümkünü göstərəcəm. Böyük ihtimalle görmüşsünüz, görmürsünüz belə göstərəcəm. Çıxmadan qabaq. Bu mən öz əvvəlki kabramdır. Bunu hələlik bura qoydum ki itməsin. O birisini taxdığım üçün. Sonra isə bəli bu boşdur. Çünki içindən götürmüşəm. Bu dodaq qələmlərini Ayka 14'ü böyük ihtimalle tanıyırsınız. Ama videosunda görmüştüm, shortsuna qabağına çıxmışdı. Dedim Temu'dan zakaz eləmişkən bunu da deneyeyim. Dodaq qələmi işlədən birisi olaraq. Neysə. Və bəziləri yağlıdır, çox qəşəngdir. Bəziləri isə daha bərkdir. Və gülənmirəm çünki nəmləndirici vurmamışam, onu da vurarıq. Neysə. Mesela qırmızıların bəziləri çox qəşəngdir. Prosta qırmızı işlətmədiyim üçün. Ələ. Neysə, yəni tövsiyə eləyərəmmi? Məncə gedin, ondan sonra istədiyiniz alın. Zaten eyni qiyməti gəldi çıxır. Yəni belə. Heç nə qalmadı dostlar. Bir də bir dənə marka zakaz eləmişdim, onu göstərməyəcəm. Materialı çox pis. Heç tövsiyə elə. Hətta mən onu çıxardanda dedim bu nədir? Kupanika oxşuyurdu. Bəli. İndi hamısı pis gələcək gibi bir şey yoxdur. Amma maalesef mənim bəxtimdən elə oldu. Keçməm. Bugün məhləyə gedəcəm. Məhlədə də bu arada topuzum necə olub? Belə, neysə. Bugün məhləyə gedəcəm. Normalda həmişə biz məhlədə voleybol oynayırıq. Bugün voleybol günü deyil. Bugün böyük ihtimalle oyunlar oynayacağıq. Uno flip. Sonra belki domino falan. Baxacağıq da. Keçən dəfə yeni oynamışdıq. Böyük ihtimalle bu dəfə də oynayacağıq. Mən udmuşdum. Yey. Neysə, belə. Orasını böyük ihtimalle çəkərəm sizlər üçün. Başqa isə bugün o kadar planım yoktu. Normalde ben durup səhərdən vlog çəkəcəydim. Sadəcə səhər birazcık gec durduğum üçün hər şey puç oldu. Elə. Belə. Bu da aldığım kabrodur. Kabro çox qəşəngdir. Sadəcə olaraq birliyini şəkili yapışdırıblar. Mən bunu həqiqi bilirdim bu hissəni. Maalesef elə deyildi. Bugün rəqs dərsimiz var idi. Əlavə olaraq müəlliməmiz bazar günlərdə salıb. Bu haftadan başlamayacaq, genel haftadan başlayacaq və yaxşı ki elə oldu çünkü gedəsi yerim var. Amma böyük ihtimalle rəqsə gedərdim yəqin ki. Neysə, belə, yəqin ki bir gün rəqs dərsi olan bir gündə vloglayacağım. Əslində sabahlar vloglayacağım. Amma rəqsi vloglayacağım biraz şübhəli çünkü bilmirəm, baxarıq. Neysə, yəqin ki 2 günlük vlog olacaq bu. Çünkü bugün sadəcə bugün çəksəm ve günün yarısından başladığım için çok kısa olacak. Ona göre el eləyərəm diye düşünürəm. Güzgünü çok takmayayım, birazcık kirli olabilir. Bugünün kombini klasik bir şalvar giymişəm. Üstüne jaket ve kısa kol kofta. Bu kadar. Ve havalar isti olduğu için, isindiği için belə. Yəqin ki üstə bir də kurtka giyinərəm hər ihtimal. Ve bugün kombini belədir. Deyəcəyim, hal-hazırda məhlədəyəm. Neysə, hal-hazırda dostumu gözləyirəm və onların mərtəbəsindən yanında lift böyük ihtimal gəlir. Belə isə buradayam. Yol boyunca çəkmədim, yəni. Zaten bilirsiniz, o birisi vloglardan böyük ihtimalla. Ona görə dedim çəkim, zaten heç qəşəng mənzərə yox idi yolda. Mavi. Mavişim mavilendim kadına. Gel. Ben bir koydum sen. Bir verdi. Sen oy ona geldi. Ona geldi. O durdu. Gelebilirler. Gelirsen. Ama götürdüm 2 tane.
Beşdi də. Beşdi də. Yabulam. Oyda, ha. Sarı. Una. Getdi. Oyda vay geçen. Gördün? Kaderin qavalını bağlamaq olmur. Yo, demə. Yo demedim. Ama çok ben ağlamışım. Bəsdir, piano üstündə ölür. Yanında fason da neyse başım bura. Yenildim bana. Bir de kepka baxır. Hansı renk aldın? Bilmiyorum ben ağ istiyorum. Gidiyor da bakarız. Ama qara da olabilir. Mən də deyəsən ağ istəyirəm amma qara da ola bilər. Qara nəsə? Qara nə silə bilir? Qaranı bir şey de istifadə edəcəkmiş kimi vibe alıram. Esə biləcək kimi. Hə, sanki iş. Ağ işte də bilər. Bu arada böyük ihtimalle sabahları məhləyə biraz bayağı tez gedəcəm ki tez də qayıdım. Neysə. Elə ondan başqa bir planım yoxdur. Belə. Bu arada bugün biz getdik qızlarla dönər falan aldıq. Belə reski hardansa bir çıxan bir fikir idi. Normalde planlanmış değildi. Hiç qətiyyən planlamamışdım. Sonra birden Mırta bu arada dedi. Ben bu arada bayağı ciddiydim. Falan. Ve sonradan Araz'a falan girdik. Ne salacıydı falan. Sonra ise gittik. Ondan sonra döner aldık. Ve oturup yedik. Çok qəşəng idi. Ama ben o hissələri çəkmədim. Bilmiyorum niye çəkmədim. Ve halbuki vloga çok qəşəng edərdi. Heç nə yadımdan çıxdı. Bunu axtarırdım səhərdən və tapdım. Göstərim nədir. Və bunu tapdım. Damadı. Bunu böyük ihtimalle sabahları oynayacaq deyə. Sabahınız xeyir. Hal-hazırda məktəbə gedirəm və mən çəkmədim. Bəli, səhər biraz qarışıqlıqlar oldu. Tam istədiyim vaxtda durmadım, amma problem çox da deyil idi. Sonra mən gedim bir üç dənə şey gətirəsiydim, onları gətirdim falan və tələsəyərək hazırlaşmışam. Son 5 dəqiqə falandı və indi məktəbə gitməliyəm. Sözüm yarım çıx qaldı. Adam var idi. İşte belə indi isə gedirəm. Çox hafifdən bir makyaj elədim. Gayet saçım birazcık pişip, belki şişipmiş. Neyse, indi isə qayıtdıq. İndi gedirəm. Social anxiety məndən qorxur artıq. Neyse, indi isə gedirəm evə. Mən də bayağı maraqlı keçdi. Böyle. Dostlar, hal-hazırda evdəyəm. Işıq çox pis vurur, neyse. Hal-hazırda kombinim belədir. Eve gəldim, postlar liner çəkdim bu qədər. Və taka taxdım. Və kombinim, indi sizə bundan detallı göstərəcəm. Kombinimiz belədir. Mən normalda bu sweatshirtı heç giymirəm. Əslində xüsusi bir səbəbi də yoxdur giyməməyim. Postlar normalda giymirəm. Bilmirəm niyə. Sweatshirtı giyindim və altına da bu şal var. Amma baxmayın, çorablarıma bunları giyindim çorabın üstündən. Çünki donmaq istəmirəm. Ya böyük ihtimalle donmarım ama yenə də. Belə. Hazıram, indi isə çıxaq. Dünənki göstərdiyim oyunu da aparacağım, yaddan çıxmasın. Burada yolumuza devam edirik. Saçımın topuzu bu arada düşdü. Oldu. Bunu təzə yemalıyım. Belə isə devam edirik və çox istidir. Buradan isti vurur. Və istidən hemen çıxardan maraqlıyım. Yəni, ona görə dözürük. Neyse, hava çok qəşəngdir, çok beğendim ve tam böyle yaz havası. Çok qəşəngdir. Neyse, inşallah böyle devam eder. Ben giyindiğim şey şakam var yani. Neyse. Ama içimde his var idi ki hava bugün çok qəşəng olacaq. Ama biz məhəllədə oturanda bizim məhəlləm biraz soyuqdu. Hem de hava sönürdü yani akşam tərəfi. Dedim yenə
vloqumuz eləyəcəm. Ən yaxşısı belə gedim. İnşallah yanıltmaram özümü. Yəni heç nə belə. Burada falan video çəkməyə belə kameram falan qaldırır. İndi də çox qaldırmamışam ama yenə də. Neyse get-gedə alışırıq bu işə. Yəni heç nə belə. Prosta bir yer tapmalıyam ki, əslində qabaqda skamyaka var. Boşları qoyub satmayı bilərəm, çox adam da yoxdur. Neyse gedim məhnədə yığaram. Göz kombam necədir? Hello, hal-hazırda evdəyəm və təbii ki kunamızdayıq. Neyse, bugün bu arada, ne tər ağlıma geldi. Neyse, bugün bir nəsə pişirdim. Bəli, bu ola bilər. Pis hediyə deyil. Neyse, deməli, məhli işi iptal oldu. Hatta o parti bilməm qoyacam mı? Biraz düşünərik. Şey eləmək qərarına gəldim. İndi hal-hazırda adam və tost eləyəcəm. Malzemələri çıxartmışam. Belə. Çörəyimi də kəsmişəm. Tost makinesini çıxardacam və içinə falan qoyacam. Bura nəyini çəkərəm. Və eyni zamanda Netflix'e baxacağım. Sonra isə gələcəm marketə. İndi isə yeməyimi hazırlayım çünki adam. Sonra görüşərik. Ben yatıp durdum. İndi isə puding yedirik. Sütün qızmasını gözləyirəm. Böyük ihtimalle yavaş-yavaş qızır. Birazdan isə pudingini içine atacağım. Hal-hazırda belə görsənlər qoymuşum soymağa. Soyundan sonra qabları boşaldacağıq. Və mən gəldim. Üzümü falan yudım. Gözüm altı birazcık qara qalmış ola bilər. Çünki maskara tam çıxmamış ola bilər. Neyse, onları takmırıq. Üzümü falan yudum. Saçımı lap yığdım. Və pudingin də dadına baxacağıq. Mən deyəsən səhvləyirəm şunun eləyəndə bilmirəm. Əslində biraz normal olduğundan biraz daha sulu alınıb deyəsəm. Neyse bundan da baxacaq, görək necə alınıb. Bir də nə deyəcəkdim. İndən sonra ştativdən böyük ihtimalle video çəkərəm. Çox qəşəng vlog gələcək. İndiyənə qədər bilməm baxmısınızsa emoji yazın kommentlərdə. Çünki çox insan baxmır vloguma. Ya zaten kanalım biraz təzə olduğu üçün. Neyse. İnşallah da bir gün olar. Şeydir, nə deyirdim? Çok işimden vlog gelecek. Neyse bundan da bakaq. Düşmüyormuştum. Yazmam çıktı. Bir şey diyeceğim. Bayağı işanlı bu arada. Ben çok beğendim. Hiç de. Ama büyük ihtimalle bugün yemeyeceğim. Sabahlar yiyeceğim. Diyeyim yarısını yedim. Bunları çıkartacağım. Ama asmağa normalde keçələri falan bu yolumuzun üstündə bir dənə ağac olurdu və gül açırdı. Bilirsiniz bunu güllü ağaca şeyləməliyik. Amma o ağac gül verməyib bu il. Nəsə. Neysə arasını bilmirəm. Və çıxarılmanın vaxtıdır. İşte. Onda sənə. Neysə vlogu burada bağlayıram. Vaxtınız üçün çox sağ olun. Başqa bir videoda görüşmək üzrə. Bye bye.